Gülə bax. Hamınızı salamlayıram, hörmətli izləyicilər. Nəhayət ki, sizə çox arzu olsun. Bu da sizə əsl Bakı bağı. Mərdəkanda yox, Mərdəkanda deməli Merlin gözəllik salonu var. O hamı burada tanıyır da, yəni o istiqamətdə torpağın satı elə burada 27 mindir qardaş. Köhnə tikili bağ evi. Baxın, giriş qapısı, həyətdə sanuzeli, 2 mərtəbə monolit, otaqlarla ki, maşallah, belə 300 kvadrata yaxındır. Sənədi kupça çıxarışdı. Deməli, belə, hörmətli izləyicilər. Neyniyək? Bir dənə qarajdan nəzər yetirək. Gəl bura. Bura qaraj deyil, qaraj olub, yəni bura. İndi belə mətbəx kimi istifadə edilir. Bax, yaması da var. Gördünüz? Kuxnya, kladovkası. Çox vaxt bitirmə burada, gedək. Demək, isitmə sistemi köhnə katyoldur. Köhnə katyoldur o vaxt. 93-cü ilin evidir. Bütün kommunallar mövcuddur. Evin arxası, böyrü, sağı, solu. Ehtiyat su çəni. Gəl. Kim alsa Allah xeyir versin. Tapdım, çıxartdım da axırı ki. Özdə ki, deməli, ikinci mərtəbə, birinci mərtəbə hamısına seyf qapı qoyulub. Hamısına reşotkası var. Buradan da girmək olur ora. Oradan da girmək olur. Yuxarıda 4 dənə yataq otağımız var. 2 ailə yaşaya bilir rahat. Bir də xatırladıram. Aşağıda bir ailə, yuxarıda 2 ailə. Çünki yuxarıda da mətbəxi var, hörmətli izləyicilər. Aşağıda da mətbəximiz var. Buyur, gəl. Buradan girməyəcək, elə girəcək bu hissədən. Dediyim kimi, birinci mərtəbənin də kuxnası var, yuxarıda da kuxna var. Gəl. Zalına baxma. Neçə metrdir zalı? 12 metr var. Uzunluğu 12 metrdir. Eni də haradasa 4 metr yarım. Zalım. Bu qapını bağlayayım. Qiymətini aşağıdan qeyd eləyəcəm. Deməli, bir zal otağımız, bu çöl, buradan da çölə çıxmaq olur. Hamısı da seyf qapıdır, yuxarıda aşağı. Bu yataq otağı. Otağın içində sanuzeli var. Sonra gəl bura. Bu da ikinci otağıdır. Gəl bura. Deməli, bu da birinci mərtəbədəki ikinci yataq otağıdır. 2 yataq otağımız və zalımız. Qalxaq ikinci mərtəbəyə. Gəl. Gəl qalxaq ikinci mərtəbəyə. Bir dənə panoramanı da çəkib göstərərsən buradan. Terasa bax. Buna bax. Demək, qalxan kimi orada kladovkası var. Gəl. Fikir verin. 1, 2, 3 dənə otaq. 4 yataq otağıdır, bir zaldır. Hər otağın da seyf qapısı var. Dəmir seyf qapı. Ağaçlara baxır. Neyniyək, gedək? Çəkirsən? Çək. Gəl. Buyursan keç. Tələsmə. Sağ tərəfdə mətbəximiz yerləşir. Tavanı hündürdür, haradasa 3.20. Gəl bura, bu mətbəximizdir. Dediyim kimi, birinci mərtəbədə də mətbəx, ikinci mərtəbədə. 2 ailə rahat yaşaya bilər. Hər otağın da, yəni mətbəxdən tutmuş, mətbəx, koridor, qonaq otağı, hamısının dəmir qapısı, seyf qapısı var. Burada sanuzeldir, döşəməsi taxta poldur. Burada hamamıdır, ayrıca. Vannası da var, burada əl üzüyanı. Burada ayaq yolsudur, sanuzeldir. Getdik, buyur, keç.
Hə, indi bir yerdə sayaq ikinci mərtəbəni. Zal. 2 zalı var. 1, 2. Yəni buranı aça da bilərsiniz, amma ehtiyac yox. Bu bir zalı, bu bir yataq otağı. Uşaq yataq otağı. Daha orta təmirli ev. Baxmayaraq ki, köhnə evdir, amma təmiridir, uçub söküb, tökülmür. Bu bir. Bu ikinci valideyn yataq otağı. Bu da ki, zal otağımız. Geniş, təmiri, səliqəli. Buradan da qapı var. Mən nə əlaqə saxlayın, maraqlı gəlsə, 6 sotun içindədir. Getdik. Bu günə bu qədər sağ olun, minnətdarım.